Gəlib işdən, girib hamama. Hə. Hamamda nə bilim hamam tutub yıxılıb orada. Başı dəyib harasa, dəyməyib bilmirəm də. Saat 11-də gəldi, skoruza çağırdı, polis də gəldi. Biri keçinmişdi. Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq həyatını itirib. Hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü vəfadar Abdulzadənin hamam otağında olarkən dəm qazından boğulduğu bildirilir. O ilə hadisə yerindəcə keçinib. Ərazi hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Girib çinməyə, heç hələ bilib, bu da uşağı şey tutub, tualetin aman bir yerdədir. Döyüb qapını açmayıb, döyüb heç köpələnib də vurub, sındırıb qapını görüb, atası yüzü yıxılıb. Hadisədən necə məlumat tutdunuz? Evdən xəbər elədilər, zəng elədilər, gəldim özüm çıxdım.